Salam, hər vaxtınız xeyir olsun dəyərli abituriyentlər, müəllimlər. Bu gün imtahana kimi paylaşacağım rubrikanı sizlə bölüşürəm. Belə ki, rubrikamız ədəbiyyat üzrədir. Kifayət qədər Azərbaycan dilindən rubrikamız var idi, amma ədəbiyyatdan yox idi. Mən də dedim ki, bir ədəbiyyat fənnindən də insanlara fayda verək. Bilirsiniz ki, ötən ildə detal suallara yer verilmişdi. Bu ildə gözlənilir ki, detal sualları olsun ədəbiyyatda. Yəni bəzi xırdalıqlar var ki, oxucular, şagirdlər onlara çox diqqət etmirlər. Biz çalışacağıq ki, hardasa 8 sualı əsərlərdən, dövrlərdən və s. qalan 2 sualı isə nəzəriyyə üzərindən verək və sizi çox yormadan hər gün 10 sual, 10 cavabla mövzularını təkrar etməyinizə vəsilə olaq. Və düşünürəm ki, bu faydalı olacaq. Ekranda sualları göstərdikdə videonu dayandırıb suala qıraqda bir kağızda cavab yaza bilərsiniz və ya şifahi cavablandıra bilərsiniz. Daha sonra bizim cavabımızla öz cavabınızı uyğunlaşdıra bilərsiniz. Hətta istəsəniz hər birini şərhə yazın və sonra videonun ardına baxın. Ən sonda isə 10 sualdan neçəsini düz cavabladığınızı qeyd edə bilərsiniz dürüst bir şəkildə. Və nəzərinizə çatdırım ki, sualları birbaşa oxuduğum əsərlərdən və din vəsaitlərindən özüm çıxarmışam. Başlayaq. Birinci sualımız Aldanmış Kəvakib əsərindəndir. Deyir ki, Şah Abbasa arvadlarından boşanmalı olduğunu, sonra lazım gələrsə yenidən evlənəcəyini bildirir. Yəni ki, deyir ki, yaxşısı budur ki, sən onlardan əl çək, sonradan həmin qadınlardan kimlər razı olsa, onlarla yenidən evlənərsən. Bu məsləhəti verən obraz kimdir? İkinci isə deyir ki, Şah Abbasın boşanma siğələrini oxuyur. Yəni, boşanma məsləhəti verən və onu boşatdıran kimlərdir? Bir növ biz bunları tapmalıyıq. Buyurun, cavabı fikirləşin və ya yazın. Doğru cavabı təqdim edirəm. A variantında qeyd olunmuş Şah Abbasa arvadlarından boşanma məsləhətini verən Mövlanə Cəmaləddin idi. Şah Abbasın başına faciəvi bir hadisə gəlməsin deyə, eyni zamanda onun taxtdan çəkilməli olduğunu bildirərkən bu məsələni də o bildirmişdi. İkinci variantda səsləndirilən Şah Abbasın boşanma siğələrini oxuyan, yəni Şah Abbası arvadlarından boşayan şəxs isə Molla Rəsuldur. Dəyərli şagirdlər, Molla Rəsulu Molla Ramazandan səhv sala bilərsiniz. Molla Rəsul Şah Abbasın adamlarından idi. Bir də bəzən sizi çaşdırmaq üçün onun boşanma işini edən, yəni boşanma prosesini icra edən şəxsi Axund Səməd kimi təqdim edə bilərlər. Və abituriyentlərin çoxu da bu məqamda elə çaşırlar. Unutmaq olmaz ki, bəli, Axund Səməd normalda din adamıdır, belə işləri bacarır, ancaq bunu Molla Rəsul eləmişdi. Yəni bunu nəzərinizə çatdırım. Keçək növbəti sualımıza. Sual Gün var əsrə bərabər əsərindəndir. Deyir ki, Yedigey ana beytlə bağlı Sabitcana ağız açmaq istəsə də, onun necə biri olduğunu xatırlayıb susur. Buyurun, fikirləşin. Doğru cavabı təqdim edirəm. Bu fikir yanlışdır. Qazanqapın dəfnindən sonra ana beytin xilas edilməsi üçün nələr edə biləcəyi barədə Sabitcandan soruşur. Sabitcan isə işdən qovulma təhlükəsi olduğundan boyun qaçırır. Bundan sonra Yedigey onunla danışdığına peşman olur və hətta dialoqunda ona nə deyirdi? Deyirdi ki, Allah qoysa bir daha sənlə görüşmərik. Sabitcan da ağız əyərək gedir. Növbəti sual. Hər nə desən çıxar o kişidən 5 vaxt namazdan savayı. Kimin dilindən deyilir və kim nəzərdə tutulur? Müsibət Fəxrəddin əsərindən verilmiş sualın cavabını düşünün. Doğru cavab Nitqi Fəxrəddinin qardaşı Şahmar bəy deyir. 4-cü məclisdə bu sözləri Rüstəm bəy haqqında demişdi. Çox zaman bu nitqi Fəxrəddinin nitqi kimi təqdim edib sizi çaşdırmaq istəyirlər. Bu yanlışdır. Bu Fəxrəddinin qardaşı Şahmar bəyin nitqidir. Daha sonra Qampolad və İsmət bir il öncə nişanlansalar da yoxsulluqdan İsmətə üzük ala bilməmişdilər. Bu fikir doğrudurmu, yanlışdırmı? Düşünün. Doğru cavabı təqdim edirik.
Yanlışdır. Orxan İsmətə eşqini elan edərkən İsmət barmağındakı üzüyü göstərərək "İşte barmağımda gördüyün nişan Qampoladdan yadigardır bana" demişdi. Bəli, onlar bir il öncə nişanlanmışdılar və onun üzüyü də var idi. Növbəti sual Koroğlu əsərindən. Durna Teli və Koroğlu ilə Bolu bəy qollarında bir obraz Koroğlunun dostu kimi çıxış edir. Hadisələrin inkişafında mühüm rolu var. Bu sualda kimdən söhbət açılır? Buyurun cavabınızı fikirləşin. Doğru cavabı səsləndirirəm. Söhbət Xoca Əzizdən gedir. Bolu bəy ilə bağlı olan qolda o Koroğlunun əsir düşməsi xəbərini dəlilərə çatdırır. Durna Teli qolunda da 3 dəlinin dustaqlıq xəbərini vermək üçün Çənlibelə yola düşür. Burada şəkilçi artıq olub, ona fikir verməyin. Daha sonra 6-cı suala keçid edək. Anamın kitab əsərində Rüstəm bəy sadə xalq nümayəndələrinə qarşı hörmətsizlik edir fikri. Doğrudurmu, yanlışdırmı? Buyurun fikirləşin. Cavaba baxaq. Doğrudur. 4-cü məclisdə Qəmbər, sizin burada bir işiniz yoxdur. Bu saat buradan rədd olun. Bir də sizi mən burada görməyim, deyir. 7-ci sualda deyir ki, Qasım bəy Zakirin Durnalar qoşması ədəbiyyatımızda durnalara müraciətlə yazılmış ilk qoşmadır fikri. Doğrudurmu, yanlışdırmı? Sualı cavablandırmağa çalışın. Doğru cavabı səsləndirirəm. Yanlış fikirdir. Qasım bəy Zakirdən öncə yaşamış Molla Vəli Vidadi də Durnalar rədifli qoşma yazmışdı. Bəlkə də biz daha əvvələ baxsaq, yenə də Durnalar adlı müəyyən qoşmalara biz rast gələ bilərik, yəni ədəbiyyatımız bu cəhətdən genişdir. Ancaq hal-hazırda verilmiş sualda biz sadəcə Qasım bəy Zakirin ilk əsər yazmadığını ondan öncə yazmış bir şəxslə isbat etdik. Növbəti sualda deyir ki, Qampoladdan məktub gəldiyini və Qampoladın özünün gəldiyini Səlma anaya müjdələyən obrazlar kimlərdir? Biri var, Qampoladdan məktub gəldiyini desin. Bir də desin ki, Qampolad özü köyə, yəni kəndimizə gəlib. Buyurun, fikirləşin. Doğru cavabı səsləndirirəm. Qampoladdan məktub gəldiyini deyən və məktubu Səlmaya gətirən İsmətdir. Məktub ümumiyyətlə Qorxmazoğlu Müslüm tərəfindən İsmətə verilmişdi. Daha sonra deyir ki, Qampoladın özünün gəldiyini Səlma anaya müjdələyən kim idi? Qampoladın kəndə gəldiyini isə Səlim müjdələyir. Buna görə Səlma ona gümüş kəmər bağışlayır. Növbəti sual. Bayatı, rübai və tuyuq üçün ortaq və fərqli cəhətlər nələrdir? Bunu yaxşı olar ki, bir kağız üzərində yazasınız, çünki birdən çox cəhəti biz burada az sonra sadalayacağıq. Buyurun, fikirləşin. Növbəti cavabımıza baxaq. Rübai haqqında A-A-B-A formasında, bəzən isə bütün misraları həm qafiyə olduğu üçün A-A-A-A formasında qafiyələnir. Əruz vəznində, Həcəc bəhrində yazılır, qədim janrdır, yəni qədim köklərə dayanır, ictimai fəlsəfi məzmunda olur əsasən. Tuyuq orta dövrün məhsuludur. A-A-B-A rübaidə olduğu kimi bəzən də A-A-A-A formasında qafiyələnir. Rübaidən fərqli olaraq əruz vəzninin Həcəc yox, Rəməl bəhrindədir. Türk dilli xalqların poeziyası ilə bağlıdır. Burada A artıq olub. Türk dilli xalqların poeziyası ilə bağlıdır. Qazi Bürhanəddin yaradıcında ilk nümunəsini görürük. Müasir ədəbiyyatda demək olar ki, istifadə olunmur. Bayatı isə ümumiyyətlə türk mənşəlidir, tuyuqda olduğu kimi, ancaq tuyuqdan fərqli olaraq şifahi xalq ədəbiyyatı məhsuludur və A-A-B-A şəklində qafiyələnir, heca vəznindədir. Rübai və tuyuq üçün, eləcə də hər üç üçün ortaq cəhətləri biz burada qeyd etmişik. Növbəti sual. Nümunədə hansı bədii təsvir və ifadə vasitələri var? Oxutar, səni kim unudar? Ey geniş kütlənin acısı şərbəti, alovlu sənəti. Dəyərli şagirdlər, Dövlət İmtahan Mərkəzinin vəsaitindən seçilmiş nümunədir və elə oradan da birbaşa cavabı sizə təqdim edirik. Nümunədə epitet, təzad, metafor olduğu qeyd olunur. Məsələn, oxutar metafor. Səni kim unudar? Ey geniş kütlənin acısı şərbəti, təzad, alovlu sənəti
epitet kimi alovlu sözü dəyərləndirilib. Birbaşa din vəsaitindən seçməli. Bu sual, yəni bu tip nəzəriyyə suallarını adətən DİM-in öz vəsaitlərindən seçirəm, özüm yazmıram. Digər 8 sual isə özüm quraşdırdığım suallar idi, düz qoş elədiyim suallar idi. Lakin Dövlət İmtahan Mərkəzinin vəsaitlərində də siz bu qəbildən suallara rast gələ bilərsiniz. Unutmayın ki, bu ildə ötən ildə olduğu kimi detal suallar gözlənilir. Ona görə buradakı sualları özünüzdə qeyd edib bir kənara yazsaz yaxşı olar. Ardı üçün bəyənməyi unutmayın. Rubrikamız sizdə necə təəssürat yaratdı, faydalıdırmı, deyilmi bildirə bilərsiniz.